Şok, şok. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. İnden deyirəm, ürəyiniz partlamasın, dağılmasın. Cəmi 30.000 manata süper evimiz var Allah'ın izniyle. 30.000 manata 15 saat torpaqla bir yerdə qəşəng həyət evimiz satılır. Balakən şəhərinin Tülü kəndində qəşəng ana yola yaxındır. Marşrut keçir qarşısından dediğimiz kimi içində qəşəng meyvə ağaclarıdır və ən əsası evə məxsus həyətyanı sayəsi bölünüb və arkada da bağ sayəsi və bağ kimi istifadə olunur daha doğrusu. Deməli qardaşlar, baxın, bura həm nabesdir, ay maşallah. Bura, bax, məktəb təqədə hər şey olacaq. Yeni kafeyini göstər qardaşım, əxi. Elhamdülillah, qardaş, bir qədər gözəl evimiz var. O yanda sürprizimiz var. O tərəfdə sizi sürpriz gözləyir. Gəl, bura bir yataq otağı. Bax, xudmani, bax, əşyalara bax, yerə bax axı, yerə bax axı. Fırra axı, maşallah, gəl fırra burnuna düşməsin. Cəmi 30.000'ə qiymətdə reallıq olsa, inşallah endirim olacaq. Gəl qardaş, bax. Gəl, bura razılıq kimi istifadə olunur, bax, gördün qardaş. Ərzaq yönü yezat. Sanitar qovşağı, gördüğün gibi, daha doğrusu sanuzeli. Ay sağ ol. Bak, sürprize getdik, sürprize. Bak, deneyelim. 3, 2, 1. Gel, bismillah. Ona bak. Oy boy, bu adama lezzetli ha, sen can. Buranın içine 2 lira vermiyorlar efendim. 150, 200, 250, bomba daha da yukarı, bak. Bak, güzel kardeşim. Göster. Oy maşallah, ay maşallah. Tosun Paşa benim. Ay ne gün işte qardaş, qəşəng. Mən bu evə vuruldum. 30 lira verirlər qardaş. Heç nə, mən sizə ev verirəm. Bax, göstər buraları, göstər qardaş, bax. Fırra, tapatalı göstər qardaş. Göstərin qardaşım. Ay maşallah, gəl. Keçdik sürprizlərin davamına. Burada ortada bir dənə belə dəhliz. Bax qardaş, gəl. Burada, ay maşallah, elə bir oteldir ya, ha? Buranın gözəlliyə bax, axı. Qiymətdə razılıq olsa, evde gördüğünüz eşyalar evde kalacak inşallah. Bak. Axı göster qardaş. Gel buradan bir dənə fırlan belə göster. Ay may, hele bu yer son değil. Gel. Bismillah. Bak qardaş. Bir tane burada yataq otağı gördüğünüz gibi. Otaqlar xudmanidir. Yenə demək istəyirəm ki, qiymətdə reallıq olsa, qardaşınız endirim eləyəcək. Bir daha demək istəyirəm ki, 30.000 manata təklif olunur. Yoruldum mən. Elci. Neyse. Deməli, ay maşallah, oy ne rahat təbii oturursan, istəyib, televizyon başının üstündə Qarabağın oyununa baxırsan. Yenə deyirəm, Balakən şəhərin Tülü kəndindədir. Ana yoldan 150-200 metr məsafədə yerləşir. Qarşısından marşrutda keçir və hər yerə yaxındır. Məktəblərə, mağazinlərə, hər bir şeyə. Qiymətdə reallıq olsa əşyalar evdə qalacaq. Yox, danışıq əsasən qiymətdə endirim olma ehtimalı da var. Allah muazzam mülkünüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Berekatuhu. Sənətlər, mənətlər.